Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri xoş gördük. Bugün sizin üçün OTK sınağın 11-ci sinif 3-cü qrup üzrə tarix fəndinə aid olan blok sınağının izahatı ilə tanış edək. 31-ci sualda qeyd edilir ki, tarixi proseslərin ardıcıllığını tamamlayan bəndlər müəyyən edin. Ərəblər arasında siyasi birliyin olmaması. Deməli, bunun nəticəsində deyir ki, Bizans-Sasani müharibə nəticəsində tərəflərin bir-birinə zəiflətməsi. Deməli, ərəblərdə vahid dövlətin olmaması, Əməvilərin hakimiyyətə gəlməsi, Misirlər tərəfindən Misirin müsəlmanlar tərəfindən fəth edilməsi. Deməli, Misirin müsəlmanlar tərəfindən fəth edilməsi sonucu 4 xəlifələr dövrünə olub. Digər isə, deməli, ərazi siyasi birliyin, dini birliyin olmaması isə, deməli, dövlətçiliyin olmaması ilə əlaqədardır. Ona görə də burada Əməvilərlə bağlılığı olmayan bu yanlışdır. Eyni zamanda digər variantda Kordova xilafətinin yaranması da bu 4 xəlifələr dövründən sonraki hadisələrdir. Ona görə də D variantında olan cavab gedir. İspaniyanın fəth edilməsi də 711-ci ildə Əməvilərin dövrünə düşür. Bunu da götürə bilmərik. Deməli, burada Bizans-Sasani müharibələr nəticəsində tərəflərin bir-birini zəiflətməsi və nəticəsində İslam ordusunun Bizans-Sasanilərini məğlub etməsi düzdür. Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani mübarizəsinin aparılması. Bəli, düzdür. Deməli, burada 6-cı Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani müharibələrinin aparılması və ondan sonra siyasi birliyin olmamasıdır. Bunun təsirinin nəticəsində bu baş verir. Sonra bunlar bir-birinə mübarizə aparır və nəticədə deməli İslam ordusu Bizans və Sasaniləri məğlub edib. Doğru cavabımız C variantıdır. 2A variantında bütün ticarət yollarının Bizans ələ keçməsi yanlış olar. 32-ci sualda qeyd edilir ki, 3-cü minillikdə Hind çayı vadisində salınmışdır. 2-ci minillikdə bunları minillikdə tərk edilmişdir. Bu Mohenjo-daro və Harappa ilə bağlılığı var. Deməli, burada Harappa verilib. Doğru cavabımız A variantı. Növbəti 33-cü suala baxaq. Burada xəritədə göstərilən ərazi dəyişikliyini əks elətdirir. Burada birincisi də görürsünüz, vahid dövlət halında Azərbaycan birləşib. İkincisində isə parçalanmış vəziyyətdə idi. Deməli, xırda dövlətlərin ləğv edilməsi bir dövlət halına birləşməsi. Xeyr, burada parçalanma ilə bağlıdır. A, yanlış olar. Azərbaycan xilafətinin hakimiyyətinin başa çatması, dövlətçi ənənələrin dirçələnməsi. Bəli, burada bütöv haldadır xilafətin tərkibində. Burada isə deməli ayrı-ayrı bölünmüş vəziyyətdədir. Burada deməli B bəndi doğrudur. Vahid Azərbaycan dövlətinin dağılması və kiçik dövlətlərin yaranması. Burada vahid Azərbaycan dövləti düzdür, deyək ki, yaranıbsa, burada Sacilər, Salarilər dövlətlərinin yaranması, amma Şirvanşahlar onun tərkibində verilməlidir, bütöv halda verilməlidir. Burada parçalanmış vəziyyətdə olduğu üçün burada vahid dövlətin dağılması və nəticəsində burada müstəqil dövlətlərin yaranması yanlış olar. İşğalçı dövlət mövqeyinin çarpışdırılması, Atropatena Albani dövləti müstəqil dövlətlərin yaranması, bu da yanlışdır. Çünki burada vahid dövlətdə birləşir burada. Makedon İskəndər imperiyasının dağılması və yeni dövlətçi ənənələrinin bərpa edilməsi burada da o anlamda getmir. Yəni bu da yanlışdır. Makedon İskəndər imperiyası daha böyük əraziləri əhatə edirdi. Burada Azərbaycan torpaqlarından söhbət gedir. Deməli, B uyğun cavabdır. 34-cü sualda Əhəmənilər imperiyasının hakimiyyəti dövründə Azərbaycan şimalında sosial bərabərlik mövcud idi. Xeyr, sosial bərabərlik mövcud deyildi. Ani siyasi proseslərə qatıla bilmirdi. Ola bilər, bir də şimalda adət-ənənələrə toxunulmurdu. Şimala bağlılığı nisbətən az idi. Siyasi proseslərə toxunulurdu. Yəqin ki, çünki Əhəməni ordusunda vuruşublar, siyasi proseslərdə iştirak ediblər. B olmaz. Cənub torpaqlarının imperiyanın tərkibində daxil idi. Cənubda köçəri İskit tayfaların məskunlaşması səhvdir. Burada yalnız C bəndi qalır ki, halini adət-ənənələrə toxunulmurdu. 35-ci sualda qədim Misir dövlətinə aiddir. Deməli, qədim Misir dövlətinə aiddir. Ali məmur olan Çatinin həm də komandan olması. Xeyr, Firon idi komandan. Bunları ya düşmən Hindistan'da adlandırırlar. Vahid dövlət yaradılarkən paytaxt Fiv deyildi, Memphis idi. İkinci milli Heyt dövləti ilə mübarizə aparıb, düzdür. Firon tanrının yer üzərində təmsilçisi sayılırdı, düzdür. Deməli, 4-lə 5 uyğun cavabımız D variantı olar 35-də və 36-cı suala baxaq. Deməli, 36-cı sualda Azərbaycanda deyir ki, Qərbi Avropa feodal münasibətinə aid ümumi cəhətdir. Kəndlərin çox hissəsi feodaldan
şəxsən asılı idi. Azərbaycanda şəxsən asılı təhkim şəkli mövcud olmayıb. Feodalların xüsusi təsərrüfatı yox idi. Bu Avropada, Azərbaycanda olmayıb. Avropada var idi, ümumi cəhət deyil. İbtidai icma quruluşunun dağılması nəticəsində quldarlıq yaranıb, səhvdir. 1000 ildən çox davam etmişdir. Deməli, Azərbaycanda feodal münasibətlərinə aid 1000 ildən çox davam, 17-ci əsrdə başa çatmışdır. 17-ci əsrdə tam başa çatmayıb, yəni. Deməli, bu yanlışdır. Deməli, 1000 ildən çox davam etmişdir. Doğru cavabımız D variantı olar. Bir digər variantlar uyğun gəlmir. 37-ci sualda, deməli, 37-ci sualda xəritədə paytaxtları göstərmiş dövlətlərə aid ümumi cəhət. Qazaka, Qəbələ, Atropatena, Albaniyaya aiddir. Ümumi cəhət deyir. 3-cü ilin əvvəlini yaranmayıblar, 4-cü əsrdə yaranıblar. Selevki dövlətlərinin hücumuna məruz qalan Atropatenadır. Midiya dövlətinin süqut nəticəsində müstəqil olmuşdur. Bu da yanlışdır. Midiya ilə əlaqəsi yoxdur. Bizans imperiyası və Xəzər xaqanlığı ilə mübarizə aparmayıblar. Atropatenaya heç bir aidiyyəti yoxdur. Ərazisi Azərbaycan Respublikasının bəzi rayonlarını əhatə edib. Məsələn, Atropatenanın bəzi ərazilər Azərbaycanın şimal torpaqlarını əhatə edib. Ona görə də burada Y uyğun cavabıdır. Və 38-ci sualda baxırıq. Qədim Roma tarixinə aid uyğunluq gözlənilmişdir. İlk imperator Oktavian, ilk diktator Oktavian'da yanlışdır. Diktator Julius Sezar'da da olub. Məsələn, bütün İtaliyanın işğalı başa çatdırıb padşahlıq dövründə, xeyr, Respublika dövründə 3-cü əsrdə. Karfagen dövləti ilə müharibə apardı, Makedoniya uğrunda yanlışdır bu da. Siciliya, Sardiniya uğrunda. Respublika dövründə ölkəni idarə edirdi, imperator, konsul idarə edirdi. Maliyyə işlərinə baxırdı, senat doğrudur. Yəni, burada Y uyğun olar. 39-cu sualda qeyd edilir ki, Ludovic dövlət qurumlarından fərqli olaraq Aratta dövlət qurumu Urmiya gölünün cənub ətrafında yaranmışdı. Bu hər ikisinə aiddir. Diyala çayına sərhəddi, Lullubi ərazidir. 3-cü minilliyin ilk yarısında yaranmışdı. Xeyr, ikinci yarısında yaranıb. Akka dövlətini süquta uğratmışdı. Kutilərə aiddir. İçərisindən geniş əlaqələr malikdir. Ortaq cəhət budur. 40-cı sualda qeyd edilir ki, xəritədə əksini tapmış prosesi müəyyən edin. Təbii ki, burada geniş ərazilərdə koloniyalar salıblar. Ərazidə gediş-gəliş ilə bağlı görsən, həm Afrika ərazisində, həm də Qafqazdan İspaniyaya qədər olan koloniyalardır. Burada Yunan koloniyaları təsvir olunub, yəni A uyğundur. Müharibələrdən söhbət getmir bu. Deməli, burada Yunan koloniyalarının qurulması olar. 41-ci sualda baxaq. 41-də deyir ki, deməli, qədim Yunanistanın tarixinə aid uyğunluğu müəyyən edin. Vulkan tükürməsi Mikene mədəniyyəti məhv olması, Krit mədəniyyəti məhv olmasıdır. Quraqlıq üzərində kəndlərinin ağalarından borc alması, qulların sayının artması. Bu borclu halda, deməli, borcları verilə bilməyəndə qul halına düşürdülər. Solon inşaatının keçirilməsi, Attikanın bütün sakinlərinin vətəndaş qazı, bütün sakinlər deyildi. Dori tayfanın yürüşü Sparta şəhərinin əsasının qoyulması düzdür. Deməli, 2 ilə 4 olur. Burada uyğun cavabımız C variantı. 42-ci sualda Azərbaycan xilafət dövrünə aid olan izahların doğru verildiyi sətirləri müəyyən edin. Rabat hərbi məskənlərdir. Vəqf dini idarələrin ixtiyar olan torpaqlar düzdür. Cizyə canma torpaqları deyil, vergidir, can vergisidir. Xərac hərbi qulluğa görə verilən mükafat, yəni xərac torpaq vergisidir. Deməli, 1 ilə 2 uyğun cavabımız D variantı. 43-cü sualda Avropada feodal münasibətin yaranması ilə müşahidə olunurdu. Roma imperiyasının respublikaya çevrilməsi nəticəsində xeyr, bu aid deyil. Feodal münasibətləri Qərbi Romanın süqut nəticəsində yaranıb. Suvarma sistemi dövlətin ixtiyarına verilməsi ilə səhvdir. Roma imperiyasının dağılması ilə düzdür. Xristian dini yayılması ola bilər. 3-dən 4 B uyğun cavabdır. Yaranması müşahidə olunur. Sonra dövlətin ixtiyarında olması ilə. Sonra 43-də baxdıq və 44-cü suala baxaq. Daha doğrusu 44-cü suala. 44. Deməli, burada deyir ki, Azərbaycanın, deməli, Azərbaycan şimal və cənub torpaqlarının Sasanilər dövləti Ərəb xilafət tərkibinin birləşməsi nəticəsində etnik mədəni birliyin yaranması baş verir. Çünki vahid xalqın yaranması təşəkkülü etnik mədəni birliyi sürətləndirir. Xristianın yayılması üçün şərait yarandı. Xeyr, xristianlıq deyildi əslində, İslam dini ola bilərdi. Daha çox deməli, ərəblərin dövründə İslam dini, Sasanilər də Zərdüştlüyü təbliğ edirdilər. Azərbaycan türk ədəbi dilinin formalaşması səhvdir, türk ədəbi dil deyil. Yadelli işğaldan qarşı mübarizədə əhali sıx birləşdi, düzdür. Deməli, burada 1 ilə 4 olacaq A variantı.
45-ci sualda Sacilər, Salarilər və Rəvadilərin varlığına son qoymuş tarixi şəxsiyyətlərin adlarını müəyyən edin. Sacilər, Salarilər, Rəvadilər dövlətlərinin varlığına son qoymuş tarixi şəxsiyyətlərin adlarını müəyyən edin. Sacilərin son qoyub Mərziban ibn Məhəmməd. Burada 3-də göstərilir. Salarilərdə Əbülhicadır. Əbülhica. Rəvadilərdə də Alparslandır. Deməli, 3 uyğundur B variantı. 46-cı sual Məzdəkilər hərəkatı və Xürrəmilər hərəkatına aid ümumi cəhət Azərbaycan cənub torpaqlarına təsir göstərmişdir. Ümumi cəhət cənub torpağına təsir göstərir, düzdür. Ədalətli cəmiyyət qurulmasına cəhd göstərmişdir, düzdür. Mərkəzi hakimiyyətə qarşı yönəlmişdir, düzdür bu da. Mərkəzi hakimiyyətə qarşı, məsələn, Abbasilər və Sasanlərə qarşı ancaq geniş vüsət alsa da yatırılmışdır, düzdür. 1-ci milin ikinci yarısında başlamışdır. 1-ci Məzdəkilər 481-də olursa 1-ci milin birinci yarısına aiddir. Xürrəmilər ikinci yarısına aid ola bilər. Deməli, D bəndi doğru cavabdır. 46 və 47-ci suala baxaq. Azərbaycan torpağına yaranıb İskit padşahlığı Urartu ilə mübarizədə İranzuya yardım göstərdi. Xeyr, 7-ci əsrdə yaranıb. Urartu ilə əlaqəsi yoxdur və yaxud Manna ilə. Urartu dövlətinin varlığına son qoydu. Bu da səhvdir. Manna ittifaqı qurub Asuriyaya hücum etdi. Doğrudur. Asuriya dövləti tərəfindən süquta uğradıldı. Yanlışdır. Midiya tərəfindən süquta uğrayıb. Yerli Alban tayfalarını sıxışdırıb regiondan çıxartdı. Səhvdir. Deməli, C uyğun cavab olur. 48-ci sualda Albaniya xristianlığının yayılması tarixində birinci mərhələ deyirik ki, Aqoyan kilsəyə çağırılmasına başa çatmışdı. Yəni 4-cü əsrə qədər davam. Birinci mərhələ 4-cü əsrə qədər davam edib. Deməli, C olar. İkinci mərhələ 1-ci milin ilk yarısına uyğun gəlir. İkinci mərhələ 1-ci ilk yarısına da uyğun gəlir. Onların xristianlığı dini elan etməsi bu da ola bilər. İkinci mərhələ. Deməli, bir də B olur, 2-də B. Bir də deməli B olur. Yunanpərəst mərhələ idi, səhvdir. Aqoyan kilsəsinin çağırılması ilə başa çatmışdır. Birinci mərhələ, ikinci mərhələ 1-ci milin ilk yarısına da uyğun gəlir. Deməli, bir də əslində AC olmalıdır. Aqoyan kilsəsinin çağırılması ilə başa çatmışdır deyir. Düzdür bu. Deməli, bir də AC olmalıdır. Bir də AC, 2-də də B variantı olmalıdır. Burada da B uyğun cavabdır. 49-cu sualda qeyd edilir ki, Manna dövlətinin Asuriya dövləti ilə münasibətlərinin pozulmasının səbəbləridir. Mannanın İskit padşahlığı ilə yaxınlaşması. Bu düzdür. İskit padşahlığına yaxınlaşır. Hətta Asuriyaya qarşı çıxır. Aza ilə bağlılığı yoxdur. Çünki Asuriya dövləti münasibətlərinin Azasinin Asur meyli idi. Ulusunun Urartudan kömək alması bu ola bilər. Pozur. Midiyan Asuriya əleyhinə üsyanın Mannadan dəstək verilməsi Asuriyanın münasibətləri pozulmur. Səhvdir bu. Yox, Asuriya üsyanlara Mannadan dəstək verilməsi. Bu ola bilər. Bəli, Aşiri növünə dəstək vermişdi. Midiya hökmdarı Astiaqın Aşiriyə yardım göstərməsi. Astiaqın Aşiriyə heç bir yardımı olmayıb. Səhvdir bu. Deməli, burada olur 1, 3, 4. Uyğun cavabımız olur C variantı. Və 50-ci suala baxaq. Deməli, 50-ci sual. 50-ci sualda deyir, böyük və qədim Çin dövlətləri şimaldan gələn hücumlara qarşı böyük Çin səddi tikmişlər. Böyük Hunlara aid deyil, Çin səddi Çinə aiddir. 3-cü illikdə birinci yarısında, 3-cü ilin birinci yarısına yaranmışdı. Xeyr, ikinci yarısındadır ki, 221, 223-cü ikinci yarısına düşür, səhvdir. Makedoniyanın şərqə yürüşünü dayandırmışdılar. Bu da bunun aidliyi yoxdur, böyük Huna aidliyi yoxdur. Bir-birinə davamlı mübarizə aparmışdır. Asiya qitəsinin qərbində yox, şərqində idi. Deməli, bir-birinə davamlı mübarizə aparmışlar. 51-ci sualda Mirhaqul Xaqan və Bumun Xaqan 6-cı yüzillikdə hakimiyyətdə olmuşdu. Bu ortaq olar. A ortaq gedəcək. Yeni dövlətin əsasını Bumun Xaqan qoyub. B. Bizans üzərində dağıdıcı hücumlar edən yenə də bunların heç birinə aid olmaz. Aşinə nəslinə məxsus olan Bumun Xaqandır. İnsanın şimal-qərbin işğalını başa çatdırıb bu axınlara aid. Deməli, bir də Y olmalıdır. 2-də B-də, 3-də A. Bir də Y, 2-də B-də, 3-də A, C variantında göstərilib. 52-ci sualda Manna dövləti yaranmışdı.
Zama hakimlərinin birləşdirmə səyləri nəticəsində müstəqil fəaliyyət keçən vilayətlərin artması nəticəsində bu müstəqil vilayətin artması nəticəsində parçalanma yaranırdı. Mana dövlət yaranmayıb. İranın mərkəzləşmə siyasəti nəticəsində xeyr. Ondan əvvəl də artıq manna var idi. Urartu Əhəmənilərə qarşı mübarizə səhvdir. Asuriya hücumlarını qorumaq zəruriyyətindən düzdür bu. 1-5 yəni A variantı. Doğru cavab olar 52. Çünki İranzunun mərkəzləşməsi manna dövləti bunun İranzudan əvvəl də mövcud idi. Yəni 9-cu əsrdə yaranmışdı. Ona görə də burada 3 cavabını göstərmir. Müstəqil dövlətin vilayətin artması da aid deyil. Yəni burada 1 ilə 5 uyğun cavab gəlir. 52 və 53-cü suala baxaq. Burada deyir ki, 1-ci minilliyin ilk yarısına aiddir. Atropatena Zərdüştlüyün yayılmağa başlaması 7-ci əsrə aid. Eradan əvvəl 7-ci əsr. Bu Atropatena ayı yox idi. Ona görə bunu götürmürük. Həm də Atropatena 321-də yaranıb da. Albaniyada Aquin kilsə məclisinin çağırılması da aid olmaz. 1-ci minillikdən söhbət gedir. Aquin 488-dir. Götürə bilərik bunu. 1-ci yazı. Azərbaycan Pəhləvi yazı sistemindən istifadə edilməsi. Sündü kəndində günbəzli məscidin, Sündü kəndinin 920-dədir. Bir ilk yarısında 920-də, ikinci yarısına düşür. Səhvdir bu. Deməli, burada Pəhləvi yazısından istifadə olunması düzdür. 2 ilə 3 doğru cavab olar. Növbəti 54-cü sual Şumerlər tarixinə aid doğru fikir müəyyən edin. Şəhər dövləti idarəti əvvəl teokratiya yarxalanır. Düzdür. 7-ci minillikdə Misirdən gələrək Misir ərazisindən gəlmirlər bunlar. Mərkəzi Asiyadan gəlir. Şəhər dövlətinin Luqal adlanan kahin tərəfindən idarə olunur. Bu da səhv hökmdardır. Tarixdə ilk yazılı qanunlar yaradılmışdır. İlk yazılı qanunlar onlara aiddir. Deməli 1 ilə 4 olur. 55-ci sualda xronoloji ardıcılı müəyyən edin. Mehranilər sülaləsinin hakimiyyət gəlməsi 7-ci əsr, 7-ci əsrin əvvəlləri. Şirvan Dərbənd hakimi Şəhriyarın ərəblərlə müqavilə bağlaması 643. Ərəblərin Sasanilərin ilk hücumların başlaması 633-dən başlayır. Deməli, əvvəl olmalıdır 3 olmalıdır, sonra 2 olmalıdır, sonra 1 olacaq. Erkən Tunc və ilk Dəmir dövrünə aid mücahid suni suvarmadan istifadə edilməsi, bəli, erkən Tuncdan başlayır, düzdür. Köçmə yaylıq malların əhəmiyyətini itirməsi səhvdir, olub bu dövrdə də. Metaldan əmək alətlərinin hazırlanması doğru cavabdır. Metaldan əmək alətlərinin hazırlanması ortaq cəhət ola bilər, bəli, 1 ilə 3-dür. 56 ümumi cəhətləri müəyyən edin. Və 50, 56 və 57-ci suala baxaq. Qaraxanlı dövləti və Qəznəvi dövlətinə aid olan, burada 1 və 2 yazaq. 10-cu yüzün 1-ci yarısında 2 yerə parçalandı. Bu 1042-də parçalanan Qaraxanlı 11-ci əsrdə parçalanıb. A heç birinə getməz. İbn Sina və Əl-Biruni kimi alimlər sənədi bu Qəznəviyə aiddir. B gedəcək 2-yə. Əsas rəqib Uyğur xaqanlığı idi. Bu heç birinə getməz. Banisi Sultan tituluna layiq görülən ilk türk hökmdarı idi. Məsələn, bu Sultan Mahmuddur, amma onun əsasını qoymayıb, Altəkin qoyub. Əfrasiyab sülaləsi tərəfindən idarə olunan Qaraxanlı dövlətidir. Y-də təbii ki 1-ə gedir. 1-də Y, 2-də B olacaq. Növbəti digər sual situasiya tipli tapşırıqdır. Rusların gəlişi Xəzər xaqanlığı 906 Kordova xilafət nümayəndəsi məktubuna yazırdı ki, mənim bilin və anlayın ki, mən çayın mənsəbində yaşayıram. Uca Tanrının köməyi ilə çayın ağzını nəzarət edirəm. Gəmi ilə gələn rusların Xəzər dənizi sahilinə çıxıb ərəblərə qarşı getməsinə mane oluram. Həmçinin quru ilə Babil-Əvaba tərəf gələn düşmənlərin qarşısını kəsirəm. Mən onlarla döyüşürəm. Əgər onlar bir saatlıq Xəzər dənizini keçməyə buraxsaydım, onlar ərəblərin müsəlmanların yaşadığı bütün yerləri, hətta Bağdada qədər talan edərdilər. Xəzər xaqanı açıqlığı haqlı idi. Onun qoruduğu dağıdıcı hücum yalnız Xəzər dənizinin sahillərinə deyil, həm də xaqanlığın özünə yönəldi. Bu hücum İqorun oğlu Svyatoslav həyata keçirdi. Bu hadisə ilə bağlı deməli bu situasiyadır. Və sonuncu abzasda bəhs edən narahatçılığın haqlı olduğunu göstərən mənbədə verilməyən nəticələri. Nəticədə oldu ki, elə Slavyanlar Xəzər xaqanlığına son qoydu. Məktubun ikinci cümləsi nəzərdə tutulan Azərbaycan şəhərinin mənbədə verilməyən adını müəyyən edin. Məktubun ikinci cümləsində nəzərdə tutulan Azərbaycan şəhərinin mənbədə verilməyən adını müəyyən edin. İkinci cümləsinə fikir versək,
956 Kordova xilafətin müəddis məktubu. Bilin ki, anlayın, mən çayın mənsəbində yaşayıram. Uca Tanrının köməyi ilə çayın ağzına nəzarət edirəm. Gəmi ilə gələn rusların Xəzər Dərbənd şəhərinə, yəqin Babil Ərbabdan söhbət gedir. Dərbənd şəhəri ilə bağlıdır. Deməli, bu oldu Dərbənd. Məktubun yazılığı ilədək Xəzər xəqanının hücumlarını dayandırmasını göstərən nümunələrin ikisini yazın. Məsələn, 914-cü ildə onlar Xəzər xəqanlığından kömək alırlar. Azərbaycana hücum edirlər Slavyanlar. Və əvvəl Xəzər xəqanlığının dəstək alırlar, amma sonradan Xəzər əslində qənimətin bir hissəsini ona verəcəklərini vəd edirlər. Lakin geri dönüşündə isə hansı ki Xəzər xəqanlığı onları məğlub edir, çünki soydaşlarının qarət olduğunu görür. Burada da situasiya tipli tapşırığın icahını verir. Diqqətinizə görə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.